Bugün kitab yaddaşında yaddaşımız filologiya elmləri doktoru professor Mahirə Hüseynovanın müəllifi olduğu Qərbi Azərbaycan Danışan İzlərin İşığında kitabının səhifələrində vərəqlənir. Kitabın elmi redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, millət vəkili, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli, rəhçilər isə tarix üzrə fəlsəfə doktoru, millət vəkili, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahim qızı və siyasi elmlər doktoru professor Hikmət Baboğludur. Kitab 2026-cı ildə nəşr olunaraq Qərbi Azərbaycanın tarixi, etnoqrafiyası, toponimlərinə həsr olunub. O cümlədən kitabda bədii vasitələrlə sənədli həyat hekayələri və ondan təsirlənən şeirlər də öz əksini tapıb. Müəllifin Qərbi Azərbaycan TV-də aparıcılıq etdiyi ziyalı verilişində dəvət etdiyi qonaqlarla Qərbi Azərbaycanın tarixi reallıqlarının təhlili kitabın oxucu marağının artmasına daha da zəmin yaradır. Bu kitab səssiz qalan daşların, susturulmuş yolların və adı dəyişdirilmiş yurt yerlərinin dil açdığı bir yaddaş xəritəsidir. Mahirə Hüseynovanın Qərbi Azərbaycan Danışan İzlərin İşığında adlı tədqiqat publisistik əsəri bir həqiqəti, Qərbi Azərbaycanın canlı yaddaşını oxucuya qaytarır. Müəllif bu əsərdə faktlarla duyğunu, sənətlə xatirəni ustalıqla birləşdirir. Qərbi Azərbaycanın kəndləri, qəbristanlıqları, məscidləri, toponimləri burada sadəcə məlumat kimi deyil, danışan izlər kimi təqdim olunur. Hər bir iz bir insan taleyini, hər bir məkan bir kollektiv yaddaşı daşıyır. Kitab oxucuya həm də göstərir ki, torpaq təkcə coğrafiya deyil, o kimlikdir, tarixdir, mənəvi mirasdır. Əsərin ən güclü tərəflərindən biri onun emosional manipulyasiyadan uzaq, lakin dərin təsir gücünə malik olmasıdır. Bu kitab Qərbi Azərbaycan mövzusunda yaddaşın bərpası üçün ciddi, elmi, mənəvi çağırışdır. Qərbi Azərbaycan Danışan İzlərin İşığında kitabı təkcə keçmişə baxış deyil, o həm də gələcək üçün məsuliyyət hissi yaradan bir mənəvi koddur. Bu kitab bizə xatırladır, izlər danışırsa, deməli yaddaş hələ də yaşayır və yaddaş yaşayan yerdə isə tarix bitmir.